Salam. Biz bundan əvvəlki videomuzda Şeyx Cavidin deməli videosunda İmam Hüseynə İmam Rızadan hədis gətirir ki, ağlamaq haqqında bir hədis gətirir. Biz ağlamağın mahiyyətinin Qurana görə nə olduğunu, necə olduğunu göstərmişdik və sonda demişdik ki, gələcək videomuzda Quranda keçən gülmək kəlmələrinə toxunacağıq. Quran-ı Kərimdə gülmək kəlməsi də 11 yerdə dedik keçibdir və inşallah onun yerlərini də sizə göstəririk. Təkrar göstərməyəcəm çünki bəzi ayələr var ki, orada gülmək və ağlamaq sözü yan-yana gəlmişdir. Məsələn, Tövbə surəsinin 82-ci ayəsində ağlamaq sözünü başa saldıqda biz orada gülmək sözünü də gördük ki, nəticədə az gülsünlər və çox ağlasınlar, kəsb edib qazanmış olduqları şeyləri cəzası olaraq deyə bir ifadə keçmişdir. Yəni gülməyin burada keçdiyini görürük. Bir də biz görəcəyik inşallah. Təbəssüm başqa bir şeydir, gülmək başqa bir şeydir. Təbəssüm kəlməsi insanın gülər üzlü olması deməkdir. Yəni bir şeyə gülər üz göstərməsidir bu təbəssümün. Bir də var bir şeyə qəhqəhə çəkmək və yaxud da bir şeyə insanın gülməsi deməkdir. Anlaşıldı demək istəyirəm. Biz bunları da inşallah göstərməyə çalışaq. Hud surəsinin 71-ci ayəsində baxdığımız zaman İbrahimin qadınının gülməsi var ki, ona bir müjdə verilir və bəşşərnəhu bi İshaq deyə. Məsələn, evladı olacağı müjdəni verildiyi zaman mənim necə evladım olacaq deyir və qaimətun ayaq üstə idi fəzəhikət və beləliklə güldü deyir. Biz ona İshaqı müjdələməklə və onun arxasından da İshaqın ardından da Yaqubu müjdələməyimizə güldü. Yəni bir şeyi başa düşürük ki, insana belə deyək də həsrətində olduğun bir şey sənə veriləcəyini biləndə nədir? İnsan gülür. Yəni sevinc əlamətidir. Yəni gülmək məsələsinin nə anlama gəldiyini ayətdən anlamış oluruq. Müminin surəsinin 110-cu ayəsində ayəni inşallah açaq. Tərcüməsi də burada. Siz onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə məni yada salmağı belə sizə unutturdu. Siz onlara gülürdünüz. Burada da fəttəxəstuhum sıxriyyən məsxərə edirdiniz, ələ salırdınız. Hətta ənsaukum zikri artıq deyir ki, mənim zikrimi sizə unutturdu. Məni zikr etmək yox, mənim zikrimi sizə unutturdu. Yəni Qur'anı sizə unutturdu. Əlxan həmişə çox belə xətalara yol verir. Və kuntum minhum təshəkun və olmuşdunuz minhum və kuntum siz onlardan təshəkun gülənlər. Aydın nə demək istəyirəm? Zikri, bax, mənim zikrimi unutturdular. Sizə benim zikrimi unutturdular və siz onlara gülüb duruyordunuz deyə tərcüməsi düz eləyib Ali Bulas burada. Anlaşılır demək istəyirəm. Yəni buradan da anlayırıq ki, həqiqətən də gülmək bir də nətər olur? İnsanlar sanki bu dünyada heç ölməyəcəklərmiş kimi Allahın ayətlərini unudur. Belə də arsızlıq eləyərək, gülərək yaşamaq anlamında gəldiyini görürük. Yəni zikri xatırlayan, zikri tilavət edildiyi biz o birisi videomuzda demişdik, ağlayarlar, səcdəyə qapanaraq ağlayarlar deyir. Amma bu ayəti unudanlar neyniyir? Gülürlər. Nəml surəsinin 19-cu ayəsində Süleymanın Qarışqa vadisinə yetişdikdə Qarışqanın dediyi sözü, yəni öz qarışqalara istifadə elədiyi sözü, orada qarışqa bir toplumdur, bir qəbilədir deyənlər də var. Yəni biz bunu inkar eləmirik, ola bilsin belə bir şey olsun. Amma real olaraq bir qarışqa toplumu da var və onların ana qarışqa idarə etdiyini də elm sübut eləyib. O qarışqalar da yəqin ki, bir-birləri ilə bir danışma üslubları, bir əlaqə qurma üslubları da vardır. Yəni biz bunu da inkar eləmirik. Siz inkar eləyirsiniz, çürüdüsünüz ki, o yalan şeydir, bizim dediyimiz doğrudur. Orada bir qarışqaların danışmasından söhbət getmir. Mən bu cür, yəni bir fikir, Allah elçilərinin sünnəti əvvəlkiləri, sonrakılar çürütməz, təsdiqləyər. Bunu təsdiqlə, təzə fikri də qoy böyrünə. Mən bunun tərəfdarıyım. Nəysə,
Mövzum bundan dolayıdır ki, Zuhruf surəsi 47-ci ayədə də deyir ki, fələmmə cəhum, burada nəyə deyəcəkdim? Fətəbəssəmə zəhikən, təbəssüm elədi və güldü. Yəni və yoxdur, fətəbəssüm etdi, güldü. Min qavlihə, onun sözündən dolayı təbəssüm etdi, güldü. Həm təbəssüm var, həm gülümsəmə var. Aydındır mesela. Burada təbəssümün, yani üzünün daralması, dişinin ağarması, bunun bu təbəssümdür. İnsanın üzünün belə deyək də sevinç alması, dişinin ağarması da gülmək kimi anlaşılmış oluruq yani. Fələmmə cəhum bi ayatina izahum minhu yeshakun. Nəticədə onlara bizim elə ki ayələrimiz gəldi, izahum minhum, onlar o zaman nə elədi? Ona güldülər yani. Aydındır, bu ayətdən də gördüğünüz kimi ayətlərimiz gəldiyi zaman bir də görərsən ki onlar bunlara gülüyorlar ifadəsini işlədibdir. Musa dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər. Yəni söhbət orada Musa'dan gedir deyə adı yoxdur bu ayətdə, amma Musa sözündə qoyubdu adam. O, yəni ayətlərimiz gətirdiyi zaman. Bunu da anladıq ki, güldülər deyə kafirlərin ayələrə istihza məqsədi ilə Musaya və yaxud da Allahın elçilərinə gülmələrini ayət bizə göstərmiş olur. Zuhruf surəsi 47-ci ayətdə bu cür bir gülmək var görürük. Nəzm surəsinin 43-cü ayəsində Allah deyir ki, güldürən də ağladan da odur. Baxın, burada bir deməli diqqət eləsək bir şey göstərəcəm. Bizi dəqiqə tələsməyin. Deməli üzr istəyirəm, bir də bir şey qeyd eləməliyəm. Mən 11 dedim, amma 10 imiş. Çünki şeydə açıq Quranda sayanda bir artıq saymışam. Üzrü sayasız 10 dəfə keçibdi o pişi. 11 deyil. O birisi videomda da 11 demişəm. Bu videomda onu düzəldim inşallah ki. Gülmək kəlməsi 10 dəfə keçib. Davam edirəm və Nəzm surəsinin dediyimiz kimi 60-cı ayəsindən qabaqca ya da 43-cü ayəsində həqiqətən güldürməyin də, ağlatmağın da, yəni gülmək də, ağlamaq da qabiliyyəti Allahdandır. Bunu Allah qoyub insana, bunu ayət bizə göstərir və Nəzm surəsi 60-cı ayədə isə və təzhəkune və la təbkun. Onlar gülürlər və heç ağlamırlar. Yəni ayətlər dediyimiz bu ayətləri keçən mövzumuzda ağlamaq məsələsində bir yerdə ələ almışıq. Burada keçən digər 3 yeri ilə tanış olağın gülmək kəlməsi Əbəsə surəsinin qaşqabağını salladı kəlməsində 39-cu ayəsində keçir. Fərəhlənəcəklər ifadəsinə və zahikətun müstəbşirun, gülər və sevinç içindədirlər. Bir ayət qabağa gedəndə söhbət sənnət əhlindən getdi. Vucuhun yevmezin mufsira. O gün elə üzlər var ki, onlar neyniyər? Sevinç içərisində olanlar ki, apaydın olar. O gün neçə-neçə üzlər parlayacaq deyir və zahikətən, yəni güləcəklər, səbəb üstəbşirun, nədir? Belə deyək də müjdələnəcəklər. Müstəbşirun sevinç içində olacaqlar, amma burada bəşir kəlməsi keçən bir kəlmədir. Yəni insanlara bəşarət verir, onları cənnət müjdəsindən dolayı gülmələrini görmüş oluruq bu ayətdə Əbəsə surəsində və Mutaffifin surəsinin 29-cu ayəsi ilə 34-cü ayələrində də gülmək sözləri keçir. Gəl baxalım bu ayətlərə də. Deməli, innellezine ecremu kanu minellezine amanu yadhakun. Həqiqətən o kəslər ki, günahkardılar, yəni mücrimdilər. Tərəzidə aldadanlardan söhbət gedir. Tərəzini çəkini yüngül tutan insanlardan söhbət gedir. Onlar iman edən kəslərə qarşı nə aradılar? Gülürdülər. Ayətdə də gördüyünüz kimi, doğrusu suç və günah işləyənlər kimi iman edənlərə gülüb keçərlərdi. Yəni, qaş-göz edirlər, qəmzə edirlər, aydın deməsi keçərlər. Və izə mərru bihim yetəğaməzun. Elə ki, onları görərdilər, nə zaman ki, yanlarından ötüb keçirlər, niyə bir-birlərinə qaş-göz edərdilər, himcim edərdilər.
Aydındır. Görürük 31-ci ayədə və izənqələbu ilə əhlihimi inqələbu fəkihin. Elə ki, öz ailələr dönüş edərdilər, inqilab edərdilər, çevrilib geri qayıdardılar öz əhəllərinə. Keyf damaq içində dönüş edərdilər. Kəndi yaxınlarının döndükləri zaman nəşə ilə dönərdilər deyilir. Və izə rəauhum qalu innə həulə lədallun. Və nə zaman ki deyir onlar rəauhum görürlər onları, yəni möminləri, deyərdilər ki, həqiqətən bunlar azğındılar, azıblar. Yəni bizi möminləri çox zaman belə adamlar nə deyirlər? Fanatdılar, azıblar. Axşama kimi elə ancaq yobazdılar, nə bilim elə nağıl danışırlar, cəmaatı azdırırlar, qoymurlar insanlar kef eləsinlər. Belə bizi yəni ki biz genələksəlik, biz geridə qalmışıq. Bunlar müasirdirlər, bunlar modern insanlardır. Bu belə deyək də uydurulmuş yalanlardır. Satirül əvvəlin, əvvəlkilərin sətirləridir deyirlər. Bizi neynirlər? Şeylirlər, yobazlıqla suçluyurlar ki, biz belə deyək də modern deyil, biz geridə qalmışıq. Yəni yəqin ki tanış gəlir bu ayətlər sizə nəyi xatırladır? Və mə ursilə aleyhim hafizun. Halbuki biz bunları yəni bu gülənləri, bu ələ salanları, bu istehza edənləri o möminlərin üzərinə mühafizəsi göndərmə, nəzarətçi qoymamışdıq. Yəni sizin işiniz bizi güdmək deyil, bizim nə danışdıq, necə yaşadıq, biri saqqal saxladı mı, saxlamadı mı, biri büründü mü, bürünmədi mi, sizin işiniz bizi güdmək deyil. Bizə baxıb özünüzü güya siz daha doğru yoldaymış kimi davranmaq deyil, siz özünüzü düzəldin. Özünüz başdan ayağa qüsur içindəsiz, başqalarının qüsurlarından məşğulsunuz. Yəni fəl-yevməl-ləzi əminu min kuffar yəthəkun. Deyir, beləcə də iman gətirən kəslərdə o küfr əhlindən olan, o kafirlik edən kəslərə güləcəklər deyir Allah. Yəthəkun, qiyamət günü güləcəkdir deyirlər. Eləcə də baxırıq ki, Quran-ı Kərimdə bu gülmək kəlməsinin biraz fərqli forması ilə, məsələn, siz bu günləri bizi məsxərəyə qoyduğunuz kimi, istehza eləyib güldüyünüz kimi, Nuh deyir, gəmini düzəltdiyi zaman gülürlər. Deyir, biz də sizə nə edərik? Məsxərə edərik, deyir. Qiyamət gəldikdə. Burada da o məsələni daha geniş bir formasına göstərir və ayənin davamında deyir ki, ələl əraiki yanzurun. Həmən möminlər taxtlara söykənmiş halda olacaqlar və güləcəklər deyir. Hələ subbibəl kuffar məkən yəfəlun və orada deyir üzr istəyirəm sual olacaq ki, subbibəl kuffar küfr edən kəslər mükafatlarını aldı mı? Yəni subub səvablarını aldı mı? Məkən yəfəlun əməl etmiş olduqları şeylərə görə kafirlik edənlər səvablandırıldı mı? Anlaşılır, səvab sözü deməli biz baxırıq ki, müsbət anlamda da işləyə bilir, mənfi olaraq. Yəni, möminlərin savabı cənnətdir, kafirlərin, küfür edənlərin savabı isə cəhənnəmdir. Bunu da bu ayətdən gördük. Yəni, savab nədir? Bir insanın etdiyi şeyə görə verilən qarşılığın adı savabdır, yəni. Aydındır. Mən Quran oxuyuram, bu savabdır. Mən nə bilim qulaq asıram, bu savabdır. Qarşılığını alacam, belə şeyə savab verilmir. Gedin Quran-ı Kərimdə savab kəlməsinin üstünə vurun. Seçən yerlərinə baxın, görün savab nədir, nəyə veriləcək, nə anlamlarda işləyir. Allah ən gözəl şəkildə insanları maarifləndirir, bildirir. Dinini belə deyək də Qurandan öyrənənlərə, Allahın kitabından din öyrənənlərə salam olsun.